Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Demək, bugün sizinlə 2025-ci il test toplusundan olan belə bir sualın izahına baxacağıq. Demək, bizə məsələdə deyir ki, bir bucağı 120 dərəcə olan bərabəryanlı üçbucağın oturacağındakı bucağının tənböləni 12/2 olarsa, oturacağın uzunluğunu tapın. Biz burada bunun dediklərini, yəni belə deyək, üçbucağın belə deyək, oturacağı kiçik bucağın tənbölənini çəkək və bu tənbölənin uzunluğunun bizə 12/2 olduğunu deyir. Bəlli məsələdir ki, 120 dərəcə dediyi bucaq üçbucağın nədir? Təpə bucağı olacaq. Təpə bucağı olursa, deməli üçbucağın oturacağı bitişik bucaqları 30 dərəcə, 30 dərəcə olacaq. Onda tənbölən olduğu üçün bu bucaqlar 15 dərəcə və 15 dərəcə kimi 2 hissəyə bölünəcək. Və bu hissənin belə deyək, üçüncü bucağı, yuxarıdakı üçbucağın üçüncü bucağı 45 dərəcə olacaq. Biz üçbucağın yan tərəflərinə x desək, məlum xassəyə görə bu üçbucağın, yəni bərabəryanlı təpə bucağı 120 dərəcə olan üçbucağın oturacağı x kök altında 3 olacaq. Biz yuxarıda, baxın, bu gördüyümüz bu üçbucağa sinuslar teoremini tətbiq eləsək, onda yaza bilərik ki, x bölünsün sinus 45 dərəcə demək bərabər olacaq 12 kök altında 2 bölünsün sinus 120 dərəcə. Onda burada qiymətləri yerinə qoysaq, cədvəl qiymətlərini sinusun qoysun, cədvəl qiymətlərini yerinə qoysaq, sinus 45 dərəcədə kök altda 2 bölünsün 2 və yuxarıda deməli burada 12 kök altda 2 bölünsün, sinus 120-nin yerinə kök altda 3 bölünsün 2 qiymətlərini qoysaq, onda burada müəyyən ixtisarlar aparsaq və alarıq ki, burada x bərabər olacaq 12 2 olacaq. 24 bölünsün kök altda 3 olur. Bu isə bizdən nəyi soruşurdu? Üçbucağın oturacağının uzunluğunu soruşurdu. Yəni x kökdə 3-ü soruşur bizdən. O da olacaq neçə? 24 kökdə 3 24 bölünsün. Üzr istəyirəm. Kökdə 3 vurulsun. Kökdə 3-ü soruşur. Bu da bərabər olacaq 24. Deməli, bu üçbucağın oturacağının uzunluğu nə qədər olacaq? 24. Cavab olacaq 24. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.